Düzdür ki, deyirlər, Əbu Bəkirin xilafəti nə şura ilə, nə də müsəlmanların icması ilə döyürdü. Bəlkə yalnız və yalnız Ömər ibn Xəttabın rəyi ilə idi. Belə ki, həmən vaxtı Ömər ibn Xəttab nə xəlifi idi, nə də İslami olaraq heç bir vəzifəsi yox idi. Yəni, sıravi bir müsəlmanlardan biri sayılırdı. Belə olan halda, belə bir sual da meydana çıxır ki, deyirdilər ki, hər kəs Ömər ibn Xəttabın rəyi ilə müxalif olsa, qanı hədərdir. Əhl-i-Sünnə alimlərindən təqribən 4-5 nəfər öz kitablarında bunu qeyd edirlər ki, Əbu Bəkirin xilafətə seçilməsi heç bir icma əsasında olmamışdır. Biz mənbələri sizə qeyd edirik. Birinci, Əbu Yə'la Həmbəli özünün Əl-Əhkam-ı Sultaniyyə kitabının 33-cü səhifəsində və ikinci alim Qurtubi özünün Cami-ü Əhkamil Qur'an 1-ci cilddə 272-ci səhifədə, Qəzali İmamul Hərəmeyn özünün Əl-İrşad Fil-Kəlam kitabının 424-cü səhifəsində və digər alimlər öz kitablarında qeyd ediblər ki, Əbu Bəkirin xilafəti heç bir icmaya söykənməyirdi. Belə olan halda, indiki vəhabilər iddia edirlər Əbu Bəkirin xilafəti icma idi. Bu alimlərin bu sözlərinə necə cavab verirlər?